Sabah xeyir. Mən Şirvanşəhərin sakini Həsənabadəm. Mən bir dəqiqə Pervor zavodun yanındayam. Oranın adı dəyişilib, telemexanik gedir. Mən yaxınlaşdım axranların yanına. Dedim işlə bağlı gəlmişəm. Dəfələrlə də siva atmışam. Axranlar zəng elədi kadrlar şöbəsinə. Dedi Həsənabadəm gəlib, işlə bağlı qəbulda da olub. Aprelin 15-i kadrlardan dedilər ki, nömrəsi var, zəng elib çağıracaq. Mən də dəfələrlə gəlib gedirəm. Vəsə bir ildən çoxdur, siva atmışam, həm də onlaynla da göndərmişəm telemexanikə. Hələ qapının ağzında telemexanikin müdiri Usubağa müəllim qapının ağzında idi. Mən yaxınlaşdım Usubağa müəllimə. Dedim işlə bağlı gəlmişəm, vəziyyətim çətindir, xəstə uşağım var. Mənə dedi ki, mənlik deyil, kadrlarla danış. Mən dedim ki, axıran zəng gəldi kadrlara, dedi ki, nömrəsi var, zəng elib çağıracaq. Dedi, zəng elib çağıracaqlar. Mən də dəfələrlə gəlib gedirəm telemexanikə. Mənə deyirlər ki, nömrüm var, zəng elib çağıracaq. Bir ildən çoxdur, gəlib gedirəm. Burada sivi oynamır, burada 2000 adam var, 2000 pılı var, çağırırlar, işlə təmin edirlər. Bu dəqiqə çıxmışam çölə, çəkirəm bura. Bura telemexanikin zavodun yanıdır. Burada şeydir, maşınlar da var burada, sonra yoldur, sonra maşınlar var. Buradır. Burada telemexanikdə haqsızlıq başalıb gedir. Dəfələrlə gəlmişəm. Mənə deyirlər ki, sivinə atmısansa çağıracaq, götürəcək. Düz bir ildən çoxdur, gəlib gedirəm, məni çağırmırlar, nə də götürmürlər. Telemexanik Müdafiə Sənaye Nazirinə baxır, burada haqsızlıq başalıb gedir, burada kadrlarda oturanlar öz ciblərini güdürlər. Burada konkret haqsızlıq başalıb gedir. Mən dəfələrlə Pervor zavoddan da danışmışam, Araz zavoddan da danışmışam. Orada yazırlar, həmin adama deyirəm ki, o yazan, kim yazırsa onun barmaqları qırılsın, hansı şərəfsiz yazır, hansı süz əməyə baxışın, hansı oğraş yazır, sözüm var, TikTokda mənim nömrəm var, zəng elin, deyil, mən də cavabınızı verim. Hansı şərəfsizlər yazır o. Sözüm var, şərəfsiz. Zəng elə, denən cavabı verim, sənin ağzına poq qoyum mən. Yenə dediyimə görə bağışlayın, bura telemexanikdir, zavodun yanıdır. Sözüm bu qədər.